olanlar qara olurdu, düzdür? İndi bax burada. Bu üçünü bir götürsəm, məsələn, bax bu 3 dənəli görsən, əvvəlcə necədir? Kənarı görsən qaradır, ağdır, qaradır. Həmin bu üçdən görsən indi neqativ nədir? Qaradır, indi olub burada görsən ağ. Sonra ortası ağ idi, burası olub qara, düzdür? Sonra qara üçbucaq idi, yəni olub ağ üçbucaq, düzdürmü? Bura belə negativdən. Sonra yuxarısına baxaq görə negativ düz gəlir. Bax üçü də ağdır yuxarıda. Amma burada üçü də qara. Görsən negativ düzdür də ödənir. Sonra burada yenə ağ üçbucaq, qara, ağ. Amma burada görsən tərsinə olub. Qara, ağ, qara olub təzədən. Aşağıda bax, yenə negativ ödəyir. 3 dənə ağdır. Burada da 3 dənə qara olacaq. Yəni negativdən ödəyir, düzdür? Deyə bir dəfə negativ edib. Sonra negativdən sonra nə edəcək? Bir dəfə 90 dərəcə döndərəcək. İndi 90 dərəcə döndərək. Necə olar 90 dərəcə döndərsən? Bax bu qara hamısı qara olan üçbucaq isə görsən 90 dərəcə dönüb gəlib bu istiqamətə, sağ tərəfə düşüb. Sonra bax bir dənə yenə bu qara da yenə 90 dərəcə dönüb bu yana gəlib düşüb, düzdür? Hə, demək ki 90 dərəcə dönüb. Sonra yenə baxaq bir dəfə də negativ edib. Gəl baxaq görək negativ necə olar. Aha. Yenə bu hamısı tərs çevrilib. Deməli görsən üçü də qara idi. Nə olub? Üçü də ağ olub. Necə olub? Sonra yenə üçü də qara idi. Aha. Aha, bir dəfə də onda 90 dərəcə çevirsəm hansı variant olacaq görün? Onda Elə bir ki 90 döndərəndə bax bu yuxarıdakı hissə hara gəlib düşməlidir? Bu istiqamətdə olmalıdır. Aha. O çevirəndə orta xətti qara olmalıdır. Qara olmalıdır. Necə orta xətti qara olmalıdır, nədir? 90 dərəcə sadəcə döndər. 90 döndərəndə bu yuxarıdakı hissə bu sağ tərəfə gələcək. 90 dərəcə sadəcə bu sağ tərəfə gələcək üstüdə. Başqasında var elə bir başqa. Rəngini çevirmirəm. Yo, negativ eləmirsən də. Bir dəfə negativ elə, bir dəfə 90 eləyir. Bir dəfə negativ. Hə, onda cavab olacaq Y bənd. Aydın oldu. Başqa hansı o?